statistikanın bizə verdiyi məlumata görə ildə 13.000 adam boşanır bizdə. Deməli, əgər götürsə, hələ mən mülkiyyət münasibətlərini götürmürəm, digər cinayət prosesində baş verən hadisələri götürmürük, başqa hadisələrdə baş verən prosesləri götürmürük. Demək olar ki, bir hakim bir gündə 7 boşanmaya baxmalıdır. 7 boşanmaya baxmalıdır. Və burada da prosesdə gəlir, prosedur qaydalarda müəyyən problemlər ortaya çıxır. Operativ şəkildə qərarların qəbul olunması, onlar arasında olan mülkiyyət münasibətlərinin düzgün həll olunması. Ona görə də mən hesab edirəm ki, hakimlərin sayı artırılmalıdır. Və bu məhkəmə şurası imtahanları keçirdir. Bəlkə də bu imtahanları bir balaca yüngülləşdirmək lazımdır. Oradakı qaydaları dəyişmək lazımdır ki, hakimlərin sayı çoxalsın ki, bu qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq hüquqa uyğun şəkildə qərarlar qəbul olunsun.